Mənim adım Rasimdir. Rasim Usta. Mənim sizə bir dənə sualım var. Mən özüm jurnalistim. Buyurun. Mənə maraqlı gələn bir şey var. Mən belə müşahidə edirəm ki, Azərbaycan özünün ən böyük ağsaqqal kasıbçılığını çəkir. Çox ciddi mənada ağsaqqal kasıbçılığımız var. Bu maddi kasıbçılığa bənzəmir. Çalışıb qazanıb imkanlar əldə edib o kasıbçılığa atmaq olar, maddi kasıbçılığa. Amma bu kasıbçılıq çalışıb, çabalayıb bu əsirlərə bədəl olan şey, əgər bunu itiririksə. Sizə görə biz bu ağsaqqal kasıbçılığından necə qurtarmağa başlaya bilərik? Şərtlərə evdə də deyirəm o sözü uşaqlara. Gələcəyi öz bilməlisiniz, inadkar olmalısınız. İnadkar. İnadkar olmalısan. Yəni prinsip. Yəni məsələn, mən sənətə girəndə demişdim, bütün sənətlərdən idiyəm. Mən zamanında sənətkar